getmə o mənim əməliyyata, getsən öləcəksən. Dedim, ölmək ölməkdir, yəni mən belə də ölürəm. Çox ələ salırdılar, həmişə dedilər gömbul, gömbul, yəni dışlandığım çox olubdu. «180 dərəcə dəyişim» layihəsinin bugünkü qəhrəmanı Romina Motamedidir. O, uşaqlıqdan çəki problemi ilə mübarizə aparıb. Geyim tapmaq çətin idi. Oyun oynamaq isə başqa uşaqlar üçün əyləncə olsa da, onun üçün bu əziyyətə çevrilmişdi. Uşaqlardan bəzisi ona gömbul deyirdi. Bu sözlər onu depressiyaya salır, özünə inamı azaldırdı. Arıqlamaq üçün hər vasitəyə əl atmışdı. Müxtəlif pəhrizlər, idman, hətta günlərlə ac qalmaq belə ona kömək olmurdu. Təxminən 1-ci sinifdən sonra başladım kökəlməyə və bu get-gedə davam elədi. Çox çalışdım, özüm arıqlıyım. Elə bir dönəmlərim oldu da ki, arıqladım. 6 aya 30 kilo arıqladığım, 2 aya 18 kilo arıqladığım, amma bunların heç birində daimi bir müddətli bir şeylər olmurdu. Həmişə arıqlayırdım, kökəlirdi. Yaşım az idi, amma buna baxmayaraq mən çox yaşlı görsənirdim və istədiyim yaşıma uyğun geyimlər tapa bilmərdim. Məsələn, öz yaşlarım kimi oynaya bilmirdim, tez yorulurdum. Uşaq vaxtı məsələn çox ələ salırdılar, həmişə dedilər gömbul, gömbul, yəni dışlandığım çox olubdu. Geyim almağa gedirdim, depressiv halda gəlirdim, bir həftə evdə yatırdım. Çünki istədiyim heç bir geyimi alıb giyinə bilmirdim. Üstəlik, məsələn, mənim 25 yaşım var. Mağaza saççısı gətirir, mənə 60 yaşındakı xanımın paltarını verir ki, bu sənin razmerə, ancaq bu paltar var. Baxırdım ki, yəni sən bir mənə bax, paltara bax da, yəni heç olmaya duy günən ki, bu bunun onsuz da yaşına uyğun deyildi. Bunu mənə niyə verirsə? Elə olurdu ki, bütün gününə bir dənə yumurtanın ağı ilə gəzirdim. İdmana da gedirdim, hazırlığa da gedirdim. Qarşıma elə bir məqsəd qoymuşdum. Mən bunu eləməliyəm. Mənim yadıma gəlir ki, həmin ərəfədə 9-cu sinifdə falan oxuyardım. Mənim acılıqdan ürəyim getmişdi. Yolun ortasında. Yəni bundan o tərəfə bir şey yoxdur. Bütün bunların fonunda sağlamlıq problemləri də qapını döyməyə başlamışdı. Şəkər xəstəliyi hər an başlaya bilərdi. Halsızlıq və təzyiqin oynaq olması onun gündəlik həyatına ciddi maneələr yaradırdı. Sadə bir iş görmək belə yorğunluq, nəfəs darlığı ilə nəticələnirdi. Şəkərə meyillilik var idi. Xüsusən də mənim işim ayaq üstə olan bir iş olduğuna görə köklük mənə çox problem yaradırdı, çox yorulurdu. Məsələn, işə gedirdim, gəlirdim, evdə heç nə eləməyə halım qalmırdı. Sonra diyeta saxlayırdım, ac qalırdım, davleniyam düşürdü aşağı, başım hərlənirdi, eləyirdi. Amma bu əməliyyatdan sonra onların heç biri ilə qarşılaşmadım. Çünki bu əməliyyat olunduqdan sonra sizin təzyiqiniz oynamır, daimi olaraq stabil qalır və bu sizə artıq problem yaratmır. Romina model kimi çalışırdı. Şəkillərdə və videolarda özünü gördükcə vəziyyətin nə qədər mürəkkəb olduğunu daha çox anlayırdı. Hətta bu yükü daşıya bilməyəcəyini hiss edirdi və günlərin bir günü doktor Taryel Ömərov tanıdı. Ona güvəndi. Həkimin səmimiyyəti, gülərüzlüyü və insani yanaşması Rominaya əməliyyat qərarını vermək üçün lazım olan mənəvi gücü verdi. Mən ümumiyyətcə istəyirdim bu əməliyyat olmaq. İllər öncə də olmaq istəyirdim. Sadəcə olaraq ailəm icazə vermirdi. Sonra bir mağaza var idi. Çox vaxt oradan geyimlər alırdıq. Orada mənə dəvət elədilər ki, bizim sima modelimiz olarsanmı? Ki, sən əynində paltarları geyindirək. O mağazanın çəkilişindən sonra mənim elə ilk şəklim paylaşıldı səhifədə. Məətəl qaldım ki, yəni mən bu dərəcədə kökəm. Yəni mən həqiqətən belə görsəndim. Çünki insan güzgüdə özünə baxanda heç vaxt o köklüyü hiss eləmir. Mənim Instagram səhifəmə də kimsə baxsaydı həmin kök vaxtlarımda, hamısı uzaq baş deyərdi ki, topuş bir xanımdır da, yəni bu dərəcədə kök olduğumu hiss eləməzdilər. Mən də onu görmürdüm. Ta ki o günə qədər. İlk şəklimdən sonra mən qərar verdim ki, artıq əməliyyat olmalıyam. Sonra 2 həkimlə görüşdüm. Bizim bir tanış da var idi.
Tariyel doktora əməliyyat olunmuşdu. O ilə danışdıqdan sonra da Tariyel doktorla görüşdüm. O görüşdən sonra əmin oldum ki, yəni elətdirsəm mən ancaq Tariyel doktora elətdirə bilərəm. Çünki Savad öz yerində insani duyğuları mənə çox keçdi. Mehribançılığı, səmimiyyəti məni inandırdı ki, mən həqiqətən də bu köklükdən azad ola biləcəm. İlk növbədə həkimə güvənməlisən. Məsələn, çox araşdırmaqla deyil, ünsiyyət qurduğunda sənə verdiyi güvəndir. Mənə bir nəfər bir söz dedi, getmə o mənim əməliyyata, getsən öləcəksən. Dedim, ölmək ölməkdir, yəni mən belə də ölürəm. Əvvəllər əməliyyatdan qorxurdu, çünki uğursuz ola biləcəyindən narahat idi. Amma düşündü ki, alınmaz deyil. Əksinə, bu onun üçün yeni bir başlanğıc ola bilər və cəsarətini toplayıb əməliyyata girdi. Əməliyyata girməmişdən öncə hətta istəyirdim ki, heç kimə deməyim ki, mən əməliyyat oluram. Çünki qorxurdum, birdən məndə alınmaz. Amma da düşünmədim ki, məsələn, həmin bu ərəfədə alınmaz deyə bir şey yoxdur. Mütləq ki, alınacaq. Və mən öz iradəmə də belədəm və üstəlik də ki, bu əməliyyatdan da arıqlamama kimi şansın yoxdur. Mədə kismə əməliyyatlar, ümumiyyətlə bariatrik metabolik cərrah əməliyyatlardan sonra arıqlama müddəti 1-2 ildir. Yəni 12-18 ay arasında götürülür. Əməliyyatın növündən asılı olaraq, məsələn, mədə şuntlama əməliyyatlarında daha çox gedə bilər. Xüsusən Ruy üsulu ilə şuntlamada, minigastrik bypass dediyimiz tək anastomozlu şuntlamada bəzən 6-cı ayda belə dayana bilir. Mədə kismədə 10-14 aydır. Pasiyentin əməliyyatdan sonraki davranışları bunu uzada bilər, 14 aya qədər qısalda bilər. Məsələn, ancaq şirniyyat yeyən pasiyentlərdə 10-cu ayda, 9-cu ayda dayana bilir. Hormonal pozğunluğu olan pasiyentlərdə, xüsusən ginekoloji hormonal pozğunluğu olan pasiyentlərdə, hamilə əleyhinə tabletlər, hamilə əleyhinə hər hansı bir daimi mütəmadi dərman içən preparatlar qəbul edən pasiyentlərdə bu proses qısala bilir. Önəmli məsələlərdən biri budur. Amma 1 ildə arıqlama müddətimiz və 1 il ərzində pasiyent öz çəkisinin 40-60%-ni itirə bilir. 40-60%-ni itirə bilir. Bu 40-60%-i asılıdır yenə pasiyentin o 1 il ərzində keçdiyi yol, qidalanması, hərəkət balansı. Bunlar çox önəmli məsələlərdən biridir. Normadan artıq arıqlayıb anoreksiya və kaksiya düşən pasiyent olmur, mümkün deyil. Rominanın həyatı gözəlləşmişdi. Artıq yorulmaq nədir bilmir. Daha enerjili, daha xoşbəxt və həyat işqi ilə doludur. Əvvəl çətinliklə qalxdığı pilləkənləri indi gülümsəyərək keçir. Həyatdan daha çox zövq almağa başlayıb. Mənim həyatımda çox şey dəyişib. Məsələn, mən yorulmaq elə də bilmirəm. Hər yerə taksi ilə, maşınla gedən insan, mən ayaqla yeriməkdən zövq alıram. İnsan olduğumu duyuram. Elə olurdu, məsəl üçün, mənə harasa çağırırdılar. Mən həmişə eyni tərzdə giyinməyimə görə, nə bilim, evdən bayıra çıxmaq istəmirdim. Amma arıqladım. Evdə oturmaq istəmirəm indi də. Aktiv olmaq istəyirəm, uşaqlarımla vaxt keçirdirəm, işimdə daha uğurluyam, çünki daha çox işləyə bilirəm. Biz gözəllik sahəsində olduğumuz üçün müştərilər həm bizim əl işimizə baxırlar, həm özümüzün gözəlliyimizə baxırlar. Mənim kök olduğum vaxtlarda xanımlar deyirdilər ki, sən çox özdən gözəlsən, sən niyə arıqlarmışsan özünü? Məsələn, bəzi vaxtlar sənə elə bir yazığı gəlirmiş. Nə olur, biraz arıqla da. Həm istəmir xətrivə dəysin, həm də onu o tərzdə deyəndə, amma daha çox incitmiş olurdu. Simamı görməyənə qədər heç kim mənim öz yaşımı verməzdi. Həmişə daha yuxarı yaşları verərdilər. Amma indi işdə həm gəlirəm işə, həm görkəmim çox gözəldir, həm bədən figuram çox gözəldir. Məsələn, xanımlardan belə tərif eşidirəm. Romina xanım, çox gözəlsiz. İndi demirlər siman gözəldir. Deyirlər siz çox gözəlsiz. Sonra bədən özünü toparlayır. Mən bilirdim ki, bacaracam bunu. Kök davam eləməyəcəm həyatıma. Əməliyyatdan sonra qidalanmasına tamamilə nəzarət etməyə başlayıb. Əvvəllər nə qədər yesə belə toxluq hiss etməzdi, amma indi çox az yeməklə də doyur, bədənini idarə etməyi öyrənib. Çox adam deyir ki, bu əməliyyatı eləmə öləcəksən, nə bilim, bu əməliyyatı eləmə yemək yeyə bilməyəcəksən. Amma elə bir şeylər çox yanlışdır. Əvvəl 2 həftə mayeli qidalanırsan, sonra keçirsən püreyə, sonra çəkilmiş ətə. Amma ən önəmlisi mədə kiçiltmədə odur ki, yediyin porsiyalarla doyursan. Bariatrik cərrahiyyat bir pasiyentin
30 yaşında, 35 yaşında, 40 yaşında, 50 yaşında olan mədə-bağırsaq sistemin sıfırlayıb 6 aylıq uşağın vəziyyətinə gətirib çıxardır. Və biz başlayırıq, təsəvvür edin, bir proqram var, bir proqramı sildik, bir ağ vərəq verdik və o ağ vərəqə başlayırıq yenidən proqram yazmağa. Proqram yazılma təminatımız, sadə izah eləyəcəm bunu, yorucu olmasın deyənə, 5 həftə çəkir. Yəni biz maye qidadan başlayırıq, 6 aylıq bir uşağı 3 yaşında, 4 yaşında uşağın bir mədəsinə gətirib çatdırırıq 5 həftəyə. Artıq maye qidalanmadan pasiyent tikələrə, kotletinə, kababına və yaxud da digər normal əməliyyatdan qabaqki kimi əməliyyatdan qabaqdakı formada yediyi qidalarına 5 həftəyə gəlib çatır. Amma əməliyyatdan qabaq o 10 dənə kotletlə doyurdusa, 50 dənə yarpaq dolması yeyib doyurdusa, 5 şiş kabab yeyib doyurdusa, indi bir tişə ilə doyurur. Məsələn, bir banan yeyirsən doyursan, bir kotlet yeyirsən doyursan və artığını da istəmirsən və bu ilə doymağın belə sənə sevinç bəxş eləyir, xoşbəxt olursan. Necə oldu? Mən bunu axı yedim. Normalda mən bunu yeyib doymamalıydım. Amma yeyirsən doyursan və sənə möhtəşəm bir xoşbəxtlik verir. Özünlə qürur duyursan. Deyirlər ki, mədə kiçiltmə elətdirdim, bir müddət keçdi, kökəldim. Bu niyə görədir? Məsələn, mən bir kotleti yemişəm, doymuşam. Bunu yedim, doydum, amma gözüm əgər o birisində qalıbsa, götürüb onun yarısını da belə tıxa basa əgər yedimsə, onda istər-istəməz yavaş-yavaş mədə elə bir şeydir ki, böyüyə bilər. Amma yox, bir kotleti yedin, çəkildin, gözün qalıb, 2 saat sonra gəl ye. Amma həmin vaxt yemə. Onda qəti surətdə kökəlməyəcəksən. Həftədə bir fast foodumu da yeyirəm, pizzamı da yeyirəm, kebabımı da yeyirəm, hər şeyi. Əməliyyatdan sonra doktor Taryal Ömərov onu mütəmadi izləyir, sağlamlıq vəziyyətini yoxlayır və düzgün qidalanma və həyat tərzi ilə bağlı vacib tövsiyələr verir. Ona bu yolda yenidən əvvəlki vəziyyətə qayıtmaması üçün daim dəstək olur. 110-114 kiloqram çəkidən 55-60 kiloqrama düşən bir xanım və bunu da bir 5 ildə qoruyan bir xanımın təəssüratları maraqlıdır mənim üçün. Çox qəşəng. Həqiqətən də yəni o çəkilərdə olanda sanki yaşamırsan, yenidən doğulursan. Həyat sənə tamamilə fərqliliklər gətirir. Daha hər şeyə marağın artır, xoşbəxt olursan və ən yaxşı bir şeydə ki, gözəl ana olma olursan. Çünki artıq çəkinin verdiyi əsəb, stres, yorğunluq, hormonal problemlər. Bəli. Onlar sənə hətta ana olmağa belə problem yaradır. Bəli. Bizdə əməliyyat olunandan sonra ilk 3 ay, hər ay kontrol olunurdu. Qan dəyərlərimiz yoxlanılırdı. Nə vitamin çatışmırsa, onlarla biz tabletka şəklində qidalanırdıq. Amma belə yavaş-yavaş 3 ay, sonra 1 ili keçəndən sonra artıq 6 aydan bir, indi ildə bir dəfə. Çünki mən artıq əslində heç ehtiyac da duymuram, yəni getməyə. Çünki mən tam sağlam insanam. Yenidən həyata gəlsəydim, bu əməliyyatı daha əvvəl eləyərdim. Çünki köklüklə çox zamanımı itirmişəm. Romina əməliyyatdan sonra tam 66 kiloqram arıqlayıb. Onun bu möhtəşəm dəyişimi təkcə fiziki deyil, həm də psixoloji azadlıq qazandığını sübut eləyir. Rominanın hekayəsi bir daha sübut edir ki, istək və iradə ilə insan öz həyatını tamamilə dəyişə bilər. Məndə ən çox kök olduğum vaxtı 114 kilo olub. Amma əməliyyata girmişəm 108 kilo ilə. Əməliyyatın 8-ci ayında mən artıq 48 kiloya düşmüşdüm. Mən Taryal doktorun yanına gəldim. Doktor gördü ki, mən çox arıqlamışam və Taryal doktor soruşdu ki, dünənləri nələr yemisiniz? Mən xatırlamırdım ki, nələr yemişim. Çünki o qədər az yeyirəm ki, həm də bir dəfə yeyirəm, heç yadıma düşmür. Məni qorxutdu. Dedi, belə eləməyin, belə eləsəz çox arıqlayacaqsınız. Məni qorxutdu ki, artıq bəsdir.
yeməyə başlamalısan, yoxsa bu gedişlə sən bir 15 kilo da arıqlayacaqsan. Bir dəri bir sümük belə olmaz. Amma ondan sonra başladım düzənli yemək yeməyə. 3 saatdan bir biraz yeməyimi yedim. Elə. Təxminən gəldim oldum 52-55 kilo arası. Mən artıq 5 ilimi tamamlamışam, 6-cı ilimizə keçir. Bu çəkidə necə qaldınız? Əməliyyat elədik. Sizi biz 50 kiloqrama qədər endiniz. 52, Bəli. 53, hətta 48 olan vaxtlarımız oldu. Bəli. Bax bu 6-cı ildir. Siz normal şəkildə qidalanırsınız, yeməyinizi yeyirsiniz, istədiyiniz hər şeyi yeyirsiniz, amma sağlamsınız və hətta bildiyim qədərilə idman da eləmirsiniz. Yox, heç bir idmanla Əla. məşğul olmuruq. Məsələn, biz necə Ramazanda o nəfsimizə qalib gələ bilirik, bu da onun kimi bir şeydir. Məsələn, mədə əməliyyatı olursan və sənə sanki ömürlük göz toxluğu gəlməlidir. Ən əsası onu qorumaq üçün gözün tox olmalıdır. Çünki biz bir bananı belə yeyəndə doyuruq. Amma önəmli olan o yarım bananda da gözünün qalmamağıdır. Onu əgər Və ya həqiqətən də bilsəz- bananın yerinə başqa bir şey yeməmək, Hə. bananı yeməkdir. Aha, bəli. Həqiqətən də onu əgər artırmasalar qəti surətdə kökəlmə olmur. Məsəl üçün kotlet deyək. Mhm. Neçəsi sizi doyuzdurur? Bir kotlet. Bir kotlet doyudunuz. Bəli. Bitdi. Yəni bununla gözünüz süfrədən kəsilir və doymaq Bəli. istəyirsiniz. Bəli. Hətta 5 ilin sonu üçün bu çox gözəl bir bəli. Hətta elə olur ki, bir kotletin belə ölçüsünü biraz çox eləyəndə bir loxmalıq bir şey qalır. Mənə çox vaxt elə bir loxmadır da onu atdı ağzına. Nə qəd şey eləyəcək. Deyirəm yox, mən o narahat eləyər. Mədəmi böyüdə Artıq siz bilər, bu işin falan eləyə bilər. Ona Elmi görə fəlsəfəsinə varmısınız. qəti surətdə onu eləmirəm. Əlbəttə ki, 114 kiloqramlıq bir insanın, 200 kiloqramlıq bir insanın arıqlama müddətində bir kotletlə ona verilən vitamin, zülal, protein ehtiyacı olmayacaq. Biz bu saydan biri yoxlamaqda əsas kontrol məqsədlərimiz düşən vitaminləri, düşən mineralları yerinə qoymaqdır. O vaxtda olur ki, bədənin arıqlamasını o vaxt saxlayır ki, artıq o bir kotlet hansı kiloqram çəkinin vitamin, mineral ehtiyacını ödəyirsə, pasiyent o çəkidə qalır.